Gürcüstan Azərbaycanlılarının məlumat platforması icmanın bugünkü rubrikasında biz 90-cı illərdə Gürcüstan Azərbaycanlı icmasında nə baş vermişdir və hal-hazırda nə baş verir, bu mövzunu müzakirə edəcəyik. Qonağımız Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilovdur. Zaur bəy, salamlayıram sizi. Aleyküm. Hal-hazırda 2025-ci ildəyik. Ancaq bugün baş verən prosesləri həmişə deyirlər ki, bu 90-cı illərin prosesləridir. Və 90-cı illərə qayıdırıq. 90-cı illərdə baş verən hadisələr təkrarlanır. 90-cı illərdə ümumiyyətlə nə baş vermişdi ki, çünki biz balacaydıq və həmin dövrlərdə artıq sizin təşkilatınız fəaliyyət göstərirdi. İctimai sektorda, siyasi sektorda 90-cı illərdə nə baş vermişdi? Qamsaxurdiya hakimiyyətdən gedən vaxtından sonra demək olar ki, Şevardnadzenin dövründə ilk dəfə milli azlıqlara kimsə belə deyək, maraqlandı, hakimiyyət maraqlandı və Şevardnadzenin dövründə balans siyasəti keçirilirdi. Nə deməkdir bu balans siyasəti? Məsəl üçün, parlamentdə 5 nəfər deputat Azərbaycanlı idisə da 5 nəfər gərək erməni oluydu. Başqa milli azlıqların nümayəndələrinə məsəl üçün bir yer verilirdi. Nazir müavini təyin olurdusa da bir nəfər gərək erməni ya Azərbaycanlı. Bu balans siyasəti Sovet dövründən qalan bir siyasət idi. Bu siyasətlə başladılar onda. Çünki onda Şevardnadzenin fikri belə idi ki, Gürcüstanda yaşayan başqa milli azlıqlar haqqında çox problem yaranmışdı və bu problemləri bu forma ilə həll etməyə başladı. Yəni ona qədər hansı problemlər yaranmışdı? Açıq aydın demişdilər ki, çox insanlara kim gedin? Qamsaxurdiya dövründə. Qamsaxurdiya dövründə. Məsəl üçün mən görmüşəm öz gözümlə sənədləri, hardakı etnik ostlara bu Trudovoy knijkasında açıq aydın yazılmışdı ki, azad olunur işindən ki, etnik ostdur. Belə bir siyasət qurulmuşdu. İndi çox adam deyir ki, bu Tiflisin siyasəti deyildi, başqa regionlarda kimsə inisiativi üzərinə almışdı ki, belə hərəkətlər eləyirdi, amma fərqi yoxdur. Əslində bunu biz yaşadıq, bunu biz gördük, bu yaratdı icmada konfliktlər, qalanları da özümüz yaxşı bilirik ki, oldu Abxaziya ilə Cənubi Osetiya itirdi Gürcüstan və bu problemlər beləcə ortalıqda qaldı. Amma ideyada Şevardnadzenin dövründə başladılar ondan fikir etmək ki, gəlin eləyək ki, bu insanlarla söhbət edəndə göstərək olaraq ki, məsəl üçün başqa milli azlıqlar görün nə qəşəng yaşayırlar Gürcüstanda, amma gələn deyirəm, bu balans siyasəti idi. Bununla da bizim razılığımız yox idi deyən, onda başladıq biz hakimiyyətlə vuruşmağa. Və deyim sana ki, 4 dənə sistem dəyişirilibdir ki, mən QHT sektorundayım, sistem dəyişirilmir. Formalar dəyişirilib, amma əsli fundamentin bu sistemin dəyişirilmir. Çünki bugünkü günə qədər milli azlıqlara hakimiyyət baxır təhlükəli gözündən, bu bir və ikincisi inanmır. Niyə deyirəm ki, təhlükəli gözündən baxır? Çünki inam olmayan yerdə bu insanlarla beraber sən yeni kurum, yeni sosyum, yeni dövlət qura bilməzsən. Hardan gəlir bu inamsızlığın səbəbi? Günah milli azlıqlarda da var idi və etnik azlıqlar ən böyük problemi bugünkü günə ilə mənim fikrimcə oldu ki, nə o tərəfli, nə bu tərəfli olanmadılar bu insanlar. Nə deməkdir? Biz çox danışmışıq, məsəl üçün inteqrasiya ilə bağlı, məsəl üçün bugün məktəblərdə də ölkə deyirlər ki, nətər olasıdır bu proseslər, məsəl üçün Avropada nətər idi, başqa dövlətlərdə nətər idi bu iş. Amma əslində biz bircə şeyi yadımızdan çıxardırıq ki, has dövlətin vətəndaşsa, bu gərək birinci plana çıxar. Biz onu edə bilmədik ki, məsəl üçün biz bu etnik çərçivədən çıxanmadıq ki, ilk növbədə biz Gürcüstan vətəndaşıyıq. Sizcə bunu ümumiyyətlə
dövlətin ya həmin müxtəlif illərdə olan hakimiyyətin özü yaratmamalı idimi? Yəni əgər hakimiyyət, yəni belə deyək, dövlət öz vətəndaşına sahib çıxa bilmirsə, bu təbii ki, başqa yerlərdən mümkündür ki, əlaqələr qurmağa çalışsın. Təbii ki, bu ekskluziv hakimiyyətin bir prerogativasıdır. Bunu gərək dövlət yarada, hakimiyyət gərək yarada ki, öz vətəndaşı başa düşsün ki, bu haqla bağlı, mülklə bağlı, hüquqla bağlı bərabərlik olmadısa da bu vətəndaş burada özünü hiss elə bilməz ki, bu əslində bu dövlətin vətəndaşıdır. Həmişə sana kənardan baxacaq. Baxmayaraq burada milli kontekstdən olacaq bu dini, ən maraqlı burada dindir də var. Məsəl üçün, mən çox eşitmişəm ki, niyə sançı cavab edirdi, məsəl üçün, ermənilər formalaşdılar, icma belə elədi ki, məsəl üçün, mer 30 ildir orada mer, məsəl üçün, həmişə erməni olubdur, məsəl üçün, başqa vəzifələrdə ermənilər yerlilər iştirak edirdilər, amma niyə, məsəl üçün, Mardinda və yaxud başqa rayonlarda niyə edə bilmədilər bunu? Çünki icmanın özü də hazır deyildi buna, bu bir. İkincisi, genel deyirəm ki, sistem elə qorulmuşdu ki, əslində Azərbaycanlılara bu tarixlə baxanda son 30 ilin içində, 32 ildən Sovet dövrü bitəndən sonra bizim icma formulaşamadı. Buna da dəstək olan təbii ki, yenə dövlət qurumları idi. Niyə? Çünki məsəl üçün Əhməd Rəli gedirsə də Məhmədi ortalığa çıxardırdılar, deyirdilər ki, niyə Əhməd Rəli getdi? Məhməd Rəli gedəndə bir milli maraq olmadı. Gürcüstanda biz bunu formalaşamadıq, deyənmədik ki, məsəl üçün icmada, məsəl üçün təhsillə bağlı, ana dilini öyrəşmək üçün, məsəl üçün böyük problemlər var, bugünkü günə inadan indi. Gürcü dilini öyrəşmək o qədər problem deyil, nə qədər öz ana dilində təhsil almaq tam problem oldu. Məsəl üçün 90 illərdə. Həminki 90-cı illərə qayıtsaq, həmin o dövrlərdə Yaşıverən dövrü, Qamsaxırdı dövründə icmada aktiv şəkildə fəaliyyət göstərən nə qədər təşkilat var idi və həmin təşkilatlar nə işlə məşğul olurdular? Yəni bir-birinə qarşı həmrəylik bu proseslərdə hər hansı bir ictimai fəallıq nə dərəcədə var idi? Var idi, onda da var idi təşkilatlar, amma klassik nətər biz indi bilirik ki, QHT sektoru var, elə deyildi. Bu icma bu diaspora təşkilatlarının rolunu oynayırdılar bu təşkilatlarda. Məsəl üçün, hakimiyyət gəlirdi, onlardan seçki qabağı əl verirdi. Bizə dəstək olun. Yadımdadır ki, bu təşkilatlar çıxırdı, məlumatlar verirdi, deyirdi ki, biz hamımız Şevardan dəstəkləyirik. Bu da bir səbəb idi ki, məsəl üçün, sonluq bir sürü hakimiyyətdən oturub onlardan verirdilər ki, Sakırboğlu'da neçə dənə deputat olacaq, etnik Azərbaycanlı və yaxud başqa vəzifələrdə has Azərbaycanlı gedəsidir, nətəri olasıdır. Hər təşkilat çalışırdı ki, özünün pozisiyalarını orada qorusun, öz ideyalarını irəli sürsün. Yenə deyirəm, ümumi bir ideya kimi, maraq kimi yox idi ki, məsəl üçün biz hamımız yığılaydıq, deyirdik ki, bu proseslərdə bizim fikrimiz belədir, ya belədir, məsəl üçün, ya hamıyı məcbur edirdilər, deyirdilər ki, onda mən yeni başlamışdım bu icmada, gənclər təşkilatında idik onda. Bizə deyirdilər ki, siz də gəlin, qoşulun bu işə, gəlin, çıxın, deyin ki, dəstəkləyirik biz hakimiyyəti. Mən deyirdim ki, bu individual bir şeydir. Kimisə də hansısa da partiya individual xoşuna gələ bilər o birisinin. Niyə biz deyirik ki, həmişəki kimi ki, biz Gürcüstanda yaşayan Azərbaycanlıların bu tekst başlayanda oradacıq məndə aqressiyaya yaranırdı. Kim deyirdi ki, kim verdi sana bu statusu, kim verdi sana bu hüququ ki, sən mənim adımla sağ bir sürü daşıyırsan. Heç qoşulmuram da, aktiv bir insan deyim. Öz işimlə maraqlanıram, yaşayıram özümdən ötürü. Sən gəlib Gürcüstanda yaşayan başqa millətlərə, yaxud medianın qarşısında durub çıxıb deyirsən ki, biz Gürcüstanda yaşayan Azərbaycanlılar bunu belə eləyirik. 2000-ci illərdə belə bir formalaşdı, hardasa da 14 təşkilat var idi. Çünki mənim yanımdadır, onda bu protestlara çox aktiv qoşulmuşdum. 11 dənə təşkilat
imza atdı və dedi ki, biz razıyıq ki, bir dənə platforma yaradaq. 3 təşkilat, bir təşkilatın ətrafında qoşuldu. Orada bir başqa maraqları var idi. Tez özlərini bitirdilər. Bu da bir təbii bir prosesdə həmişə çalışırdılar ki, məsəl üçün nəsə belə bir proseslər başlananda həmişə çalışırdılar ki, kimsə də ortalığa çıxardı. Hakimiyyət çıxartsın, ya başqa strukturlara desinlər ki, məsələn üçün bunlar belə fikirləşirlərsə də, bunlar da belə başqa cür fikirləşir, amma ümumi biz razılaşmışdıq, yəni biz deyirdik ki, biz siyasəti kənara çəkək, biz deyək ki, məsələn üçün bizim nətəri etnik Azərbaycanlılar kimi deyil, dinlə bağlı, məsələn üçün ortam bir problemlər varsa da buna da razılaşaq. Nəyə razılaşamırıq, gələcəyə razılaşmırıqsa da, nə istəmirik ki, olsun, ona da razılaşaq da. Kim istəmirik ki, məsəl üçün, burada kiminsə də hüququnu pozsunlar da, məsəl üçün, kiminsə də vəzifədən çıxartsınlar, desinlər ki, ya sən burada gərək oturmasaydın, çünki Tatar olsun. Hələ millətin adına da, adınla bağlı da problemlər yaranmışdı da, onda biz o dövrdə kim yaşayıbdı, onu çox yadında. Ümumiyyətlə, hal-hazırda da var individuallıq. Və həmin dövrdə də vardı. Bunun əsas qaynaqları nədən ibarətdir? Bayaq adını çəkdiyiniz təşkilatlar, daha çox hakimiyyət yönümlü təşkilatlar. Bunların ümumiyyətlə bəyanat verməkdən başqa real hər hansı bir fəaliyyətləri var idi. Məsəl üçün, icmada müəyyən dil kursları açmaq, icmayı inkişaf etdirmək, media qurum yaratmaq, qəzet, jurnal, yəni insanların biliyinin artırılması, məlumatlandırılması istiqamətində, mədəniyyətin qorunması istiqamətində nə kimi ümumiyyətlə proyektləri var idi? Ümumiyyətlə var idi proyektləri, sadəcə olaraq bir kresloları, bir ofisləri və bir də imzaları mı vardı? Bir neçə təşkilatın ofisləri var idi. Hamı bir klassik yolla gedirdi. Var idi bir hassada təşkilat. İlk nə eləyirdilər o idi ki, qazet çap edirdilər. Nə qədər maraqlanırdı insanlar, onu deyəmərəm indi. Çünki indi məsəl üçün gənc nəsil onda qazetlə maraqlanmırdı. Bu bir ikisindən bir qazet çıxırdı məsəl üçün. Ayda bir dəfə ya həftədə bir dəfə qazet çıxırdı. Onda hələ internetin dövrü yox idi, amma informasiya öz aktuallığını itirirdi də indi. Məsəl üçün nəsə proseslər oldu. Biz başqa dövlətdə yaşasayıq idi, hardakı belə proseslər tez dəyişirilmirdisə də onda yenə analitika, hesab ora getdi, bu bura gəldi. Məsəl üçün Azərbaycandan bu delegasiya gəldi və ən böyük problem o idi ki, hakimiyyət həmişə Gürcüstanda yaşayan Azərbaycanlılara baxırdı Azərbaycanın prizmasından. Məsəl üçün oradan gəlirdilər, delegasiyalar gəlirdilər, nazirlər gəlirdi, dövlət qurumlarının nümayəndələri gəlirdi və ora icmanın nümayəndələrini dəvət edirdilər, onlarla görüşürdülər. Mənim yadımdadır, məsəl üçün Heydər Əliyev, hələ onda yeni başlandı, bizi də dəvət edildilər ki, Heydər Əliyev gəlir kimi, ona demişdik ki, Heydər Əliyev ki, Gürcüstanda yaşayan Azərbaycanlar Gürcüstan vətəndaşıdır və o bütün problemlərini gərək Gürcüstan hakimiyyəti həll elə. İlk dəfə mən öz qulağımla eşitdiyim bir şeydir, onda yadımdadır ki, eşitmişdim ki, Elçi Bey demişdi onu birinci dəfə. İlk dəfə Zviad Qamsaxurdi ilə görüşündə o demişdi ki, Azərbaycanla Gürcüstanın münasibətləri Gürcüstanda yaşayan Azərbaycanlılar körpüdürlər. Məsəl üçün, bunlara öyrənəcəksiniz, biz də elə çalışacağıq ki, bu prosesləri elə quraq qoşaq. Buydu qarant onun üçün ki, Gürcüstanda yaşayan Azərbaycanlıların məsələn üçün hüquqları pozulmasın, amma əslində biz ondan başlayanda dedik ki, biz istəmirik bu proseslərlə belə davam olsun. Niyə? Çünki biz hələ onda Şevardan dövründə açıq aydın demişdi Gürcüstan ki, biz Avropaya çalışırıq ki, Avropaya bir şey, nə bilim, Avropa kanun verici aktlarına imzalar atmışdılar. Və dedik ki, onda gəlin bir sistemi də dəyişək də. Sistem dəyişirilmədisə də onda biz başqa cürə gedə bilməz. Mən istəmirəm ki, məsəl üçün Azərbaycandan gələn insanlar mənə burada desin ki, kim hara gərək hansı vəzifədə gərək işləyən deputat kim olasıdır, məsəl üçün hansıda munisipalitetin meri, onda prefekt deyirlər. Prefekti kim olasıdır, muavini kim olasıdır, ya şəhərin meri kim olasıdır. Bundan gedirdi söhbət. Mənim yadımdadır, bizi dayandırmaq istəyirdilər onda bu Baku-Tbilisi-Ceyhan layihəsi yeni başlamışdı. Yadımdadır, bir dənə siyasətçi deputat mənə demişdi ki, Naybala dedi, sən dedi, nə istəyirsən demək ki, bu şeydir, onun adı, sən dedi,
bu problemləri ortalığa gərək çıxartmasın. Çünki böyük bir layihələrdir, prosesdadır. Bu layihələri başlasın. Bizcə də sualım var idi, dedim, yaxşı bu turba keçməsə, onda bu Gürcüstanda yaşayan Azərbaycanlıların başına nə istəsiniz onda eləmək mi istəsin, nə deməkdir ki, mən istəmirəm, mən gələcəyim, məsəl üçün Gürcüstanda yaşayan Azərbaycanlıların gələcəyi bizdə nəsə layihə ilə bağlı olsun. Bu bir. İkincisi, mən vətəndaşımsa da eyni hüquqlarım var, nəncəri başqaların. Bir proses. İkincisi, oydu ki, məsəl üçün, mənim yadımdadır, bölgələrdə yaşayan insanlar, məsəl üçün, yolla bağlı, ya su ilə bağlı, sosial problemlərə, ekonomik problemlərlə bağlı Bakıya məktublar göndərirdilər. Azərbaycandan gələn, məsəl üçün, nümayəndələrlə görüşəndə onlara danışırdılar bu şeyləri. Kommunikasiya yox idi dövlət strukturlarından. Bunları yavaş-yavaş dəyişdiriləndən sonra biz başa düşdük və yaxud başqaları da başa düşdülər ki, burada yerində gərək həll eləsə bu problemlərin, Lənkəran Gürcüstan vətəndaşı bu bir. İkincisi də bu təhsillə bağlı mətəflər, universitetdə, onda mənim yadımdadır, mən də yeni bitirmişdim universiteti, yanımdadır ki, mənim lektorlarım soruşurdular ki, Azərbaycanı biz görməmişik, deyirlər Gürcüstanın heç bir universitetində. Bir-iki nəfər bəlkə tapaydın. Çox az idi sayı. Əslində, Azərbaycan dilli məktəbləri bitirəndə insanlar hamısı 90% çıxıb gedirdi Gürcüstandan. Çünki bilirdilər ki, burada qeyri-mümkün idi, burada ali təhsil. İş tapmaq, ali təhsil olmaq. İşdə problem yoxdur. Bugünkü günə ilə vəziyyət dəyişirilmir. Heç kəs maraqlanmır. Baxmayaraq ki, Gürcüstanın qanununda yazılır ki, dövlət nümayəndəsi, dövlət işində olan insan məcburdur ki, Gürcü dilini bilə. Bugünkü günə ilə bunu pozurlar. Niyə? Çünki kimsə xahiş elədi və yaxud başqa bir argumentlar var. Niyə bunu edirlər? Bundan gedir söhbət. Yoxsa əslində maraq olsa ki, nəsə standart yaradasan ki, Gürcüstanda, məsələn üçün, baxmayaraq etnik baxımından demirəm də, nətəri bürokrat gərək yaradasan, eyni bürokrat da milli azlıqlardan da gərək olar. Da standart var da, bu insanın gərək profesional olar, təhsili olar, məsələn üçün, haradasa da İşte stajı var, praktikası var və başqa kriteriyalardan gərək bu insanları tapasan, amma əslində bu da yox idi. Nə bu yolla gedirlər, nə dil baxımından da ki, bu problem 30 ildir gənə aktualdır. Bu o deməkdir ki, sistemi dəyişmək heç kəs demir. Hamısı deyir ki, kimsə orada otursun, kimə sabah bir suyun zəng eləyəcəklər, ya SMS göndərəcəklər, deyəcəklər ki, bu işi gərək belə həll eləsən, bununla bitirəcək. Bayaq çox maraqlı bir nöqtəyə vurğuladınız. Heydər Əliyevin Gürcüstana gəlişi və buradakı Gürcüstan Azərbaycanlılarına müraciəti. Siz Azərbaycanlılar olaraq Şuradan açıq aydın üzünə qarşı aborigensiniz və Gürcüstanın vətəndaşlarısınız. Və ümumiyyətlə biz bilirik ki, Gürcüstan Azərbaycan arasında siyasətdə daima Gürcüstan Azərbaycanlıları bir siyasi predmet kimi istifadə olunur. Bir siyasi alət kimi istifadə olunur. Baxmayaraq ki, bugün müasir Azərbaycan dövlətinin banisi hesab olunan Heydər Əliyev və bugünkü hakimiyyət, Azərbaycan hakimiyyəti deyir ki, bizim siyasətimiz məhz həmin o siyasətin davamıdır. Və niyə görə aborigendən çıxardılaraq bu siyasət bir diaspora sisteminə çevrildi və bugünkü həmin aborigen kimi baxmırlar deyək ki, Azərbaycan Diaspora Komitəsi, hansı ki, buradakı təşkilatlarla əməkdaşlıq edir və bu siyasət daha çox aborigen və Gürcüstan vətəndaşı kimi deyil də bir diaspora nümayəndəsi kimi, bir diaspora təşkilatı kimi, bir diaspora mediası kimi fəaliyyət göstərir. Çünki Azərbaycanda başqa sistemdir. 30 ilin içində bilmirəm, bəlkə problem məndə idi, çünki mən Azərbaycan... Yox, mən sadəcə vurğulamaq istədiyim məsələ Heydər Əliyevin vurğuladığı o siyasət bugün diasporaya çevrildi. Onu kimsə gərək yerinə yetişdirəydi də. Ondan sonra başladılar maraqlanmaq, bu diaspora təşkilatı yarandı, başladılar bura gəlib getməyə, yavaş-yavaş bu proseslər burada başladı. Amma bircə şeyi bu adamlar başa düşənmədilər ki, Gürcüstanla Azərbaycanda başqa bir sistemdir, qurumdur, sosium ayrı cürə qurulubdur. Bu bir. İkincisi də mentalitet, o qədər iş fərqlidir ki, onlar bunu başa düşənmədilər. Mən çox söhbət eləmişəm bu adamlarla. Burada da, orada da ki, eyni sistemlə hasına ki, məsəl üçün,
Ukraynada yaşayan Azərbaycanlıların təşkilatını mən onu tanıyırdım. Çox uşaqlar orada və ya Moldovadakı ya başqa dövlətdə olan təşkilatlarla münasibətlə gəri qurursan, sən Gürcüstanda olan təşkilatlarla eyni dillə, eyni sistemlə sən quranmazsan burada. Çünki burada vəziyyət başqadır. Buradakı yaşayanlar, insanlar başqa bir tarixi var. Bunlar heç yerdən gəlmədilər, aborigendirlər bu ki. Və üçüncüsü üçün mənə lazımdır kimsə ortalıq insan ki, məsəl üçün kömək edəcək, öz həkimiyyətimlə oturub söhbət elə. Məsəl üçün, bugünkü günə qədər ermənilərdə də eyni vəziyyət idi, amma orada da dəyişirildi sistem. Onlar bu sistemi dəyişə bildilər, amma bizdə bunu dəyişən bilmədilər. Bugünkü günə qədər son seçkiləri də götürsən nəticəsindən, yoxmu? Məsəl üçün, Cavahetiyə heç kəs gəlib getmirdi, ən az 10 ildir. Amma bizim regionları həmişki kimi eyni vəziyyət. Yəni, xaricdən gəlib Gürcüstan daxili seçkilərinə qarışmaq, o nəzərdə tutursunuz. Qeyri-qanundur. Onu Gürcüstanın nümayəndələri də bilirlər, onlar da başa düşdülər ki, qeyri-qanundur. Gərək qarışmayasan başqa dövlətin seçki sisteminə, amma gəlib bu söhbət gedir. Bana deyirdilər ki, konsultasiya edirik. Konsultasiyanın nəticəsi də olurdu ki, Azərbaycan çalışırdı ki, öz siyasətini burada keçirə bilər, amma axırda nəticəsinə də gətirib çatanmayırdılar da. Məsəl üçün, bir dənə məsələ sana danışım. Bir dənə Azərbaycan dövlət strukturunun nümayəndəsi görüşdük, mənə dedi ki, yorulmadın mı, dedi. Neçə ildir vuruşursan, bizlə beri vuruşursan ki, istəyirsən ki, bizi kənara çıxardasan ki, deyirsən ki, biz özümüz gərək yetişək burada, başqa cürə biz yetişəməyəcək, belə eləsik, elə eləsik. Deyir, görürsən ki, biz gəlirik, pulla, siyasətlə, xahişlə, başqa formalarla öz siyasətimizi burada keçirə bilərik. Bircə dənə məsələ ona danışdım, dedim ki, siz hər şeyi burada edə bilməzsiniz. Dedi, nətər eylənmirik, dedi, hər şey deyilərik. Körülüm, dedim, Gürcüstan prezidentinə söyledim mən. Dedim, sən də eynisini deyəmə görüm, sən də elə biləsənmi? Əslində ideyası oydu ki, bu adam mənə başa salmaq istəyirdi ki, bizim əlimizdə o instrumentlər var, aslında ki, bunlar bircə şey başa düşənmirlər ki, azad insan həmişə bu sistemdən kənardadır. Hal-hazırda diaspora təşkilatları, media nümayəndəlikləri, ümumiyyətlə, kimlər daha çox əsasən öz dilində danışan ölkələrdən qrant deyək, dəstək alırlar. Onların böyük bir əksəriyyəti Gürcü dilini bilmir və ingilis dilini bilmir və müvafiq olaraq istər qərb donorlarından, istər Gürcüstanın özünün daxili maliyyə yardımlarından yararlana bilmirlər. Bəs bu əvvəllər necə idi? Yəni, əvvəllər də dillə bağlı həmişə problem olduğuna görə məhz deyək ki, Azərbaycana, Türkiyəyə, Rusiyaya, ümumiyyətlə başqa ölkələrə müraciət olunurdu. Axı, yəni, 1992-ci ildən Avropa İttifaqı Gürcüstanda demək olar ki, mövcuddur və müvafiq olaraq QHT sektoruna, hökumət nümayəndələrinə dəstək olur. 90 hardasa 4-də 95-də belə aktiv formada başladı. Burada bu məsəl üçün bu grant sistemi üçün işləmə, amma indi Azərbaycan təşkilatına əslində dəstək olan qurumlar idi Azərbaycan və Türkiyə. Türkiyənin çox maraqları var idi burada. Sonra mən nətər bilirəm, xahiş elədilər ki, biraz kənara çəkilsinlər. Azərbaycan dedi ki, biz həll eləyəcək bu işi. Və biz başladıq alternativ bu yollarla ki, məsəl üçün donorları gətirdik regiona, bu təşkilatlarla görüşdürdük, amma nəticəsi olmadı. Onda başa düşdük ki, nəsə yeni gərək qurumlar oldu. Onda başladıq gənclər mərkəzini orada yaratmaq, yeni nəslin yetişdirdik, onlar başladılar sonra təşkilatlar yaratmaq və bu proseslər sonra davam oldu ki, məsəl üçün regionlarda QHT sektoru belə aktiv formada yarandı və bu donorlarla başladılar işləməyi. Çünki məsəl üçün mən həmişə onlara məsələsi çəkərdim, deyəlim ki, başqa regionlarda çox aktiv başlamışdı bu proseslər. Komukart-liyə yaxın da qoymurdular. Nə dövlət qurumları qoymurdu, çalışırdı ki, QHT sektorunun nümayəndəsi biraz gecikirəydi regionda başlaydı işləmək və bizimkilərin özləri də çalışırdılar ki, təzə kimsə
bu oyuna girməsin. Niyə? Çünki bunlar fikirləşirdilər ki, eksklüziv bunlardadır, var bu. Məsələn üçün, prerogativa kimi bunlar eləsinlər də bunu. Məsələn üçün, konkurensiya görürdülər. Amma əslində bunlar bircə şeycik başa düşmədilər ki, söhbət oradan milli maraqdan gedirdi. Bu bir. İkincisi də belə davam edəndə dəyişikliklər, ümumi Gürcüstanda dəyişikliklər olurdu. İndi bu region kimi kənarda qalmayacaqdı. Baxmayaraq ki, məsəl üçün Tiflisin də marağı var idi, Bakının da marağı var idi ki, bu regionda dəyişikliklər olmasın. Niyə? Çünki ilk eksperimentlər Krım kartelindən başlayırdı. Ansın məsələ edeyim sana. Pandemiya birinci harda başladı? Karantin harda? Hansı bölgə bağlandı? Krım karteli. Bir şey dəyişikliklər, nə bilim, nəyin istəyirsən bağlı olsun da, qanunla istəyirsən, dəyişikliklər oldu. Eksperiment, pilot region Krım karteli. Ümumiyyətlə təhsillə bağlı da məktəblərin iki dilli olması ilə bağlı, etnik azlıqlarla bağlı məhz pilot proqram belə Krım kartelidə başladı. Ümumiyyətlə, icma təşkilatları arasında bugünə kimi nəyə görə həmrəylik yoxdur, bir-birinə dəstək? Ümumiyyətlə, qeydi sektoru, yəni ictimai sektor, ictimai siyasi sektor, belə deyəndə daha çox yəni bir mədəni sektordan söhbət gedir. Hələ də ki, nə siyasətçilər formalaşa bilib, nə kifayət qədər ictimai sektor nümayəndələri formalaşa bilib. Bunun təbii ki, ən başlıca səbəbi bir-birinə dəstək, bir-birinə həmrəylik. Bunun səbəbi nədən ibarətdir ki, bayaq dediniz ki, bəli, dövlət sektorları imkan vermir ki, nə çalışacaq ki, şəxslər həmişə çalışacaq ki, bəs icma daxilində hələ bunu başa düşən yoxdur. Bu qədər təşkilatlar başa düşə bilmir ki, həmrəylik vacibdir. Başa düşürlər. Çox yaxşı başa düşürlər. Nəticələrini də görüblər ki, var iş görməyin nəticəsini də görüblər. Amma gənə çalışırlar ki, adiyalı hamı çalışır ki, öz tərəfdən çəkər. Bu bir. İkincisi də mən çox fikirləşirəm bu işlə, bu məsələ ilə bağlı. Çünki məsələn üçün ilk adam idim, hansı ki başladı bu işi ki, dedi ki, çalışacaq ki, hər şey eləsin ki, ondan ötürü ki, nəsə həmrəylik olsun. Və ilk adam idim, hansı ki dedi ki, bu qeyri-mümkündür, təbii bir proses kimi yetişməməlidir. Məsələn üçün, icma özü gərək yetişə. Niyə? Çünki bizdə bu tarix olmuşdur. Bizdə bu praktikası olmuşdur heç vaxt. Sovet dövründə belə şey olmuşdur. Nə yuxarıdan deyirdilər, onu eləyirdilər. Bu bir. İkincisi də bu lider insanları həmişə çalışırdılar ki, dövlət kimi gətirib başlarının üstünə otuzdururdu da, istəyirsən dini baxımdan olsun, istəyirsən dövlət strukturları olsun. QHT-dən başqa, QHT-də də eyni strukturu istəyirdilər ki, məsəl üçün, dövlət gətirsin kimsə də bunların başının üstünə qoysun. Desin ki, Azərbaycanda da bu indi olacaq orada. Yox, təbii bir proses kimi, məsəl üçün, icma özü razılaşsın, desin ki, bax, məsəl üçün, bu adam, bu şəxs qazandı bu yeri qazandı. Bu gəldi, yetişdi ki, bu işi həll eləsin. Buna qədər gənə keçəsi yol çoxdur. Mən fikirləşirəm ki, bu təzə nəsil axır-axırı bu yola gələcək. Niyə? Çünki bu ümumi Gürcüstanın problemidir. Bu təkcə Azərbaycanlıların problemidir. Məsələn üçün, etnik ermənilərdə də, başqa etnik gürcülərdə də bugünkü siyasi proseslərə baxsan, onu da başa düşürsən ki, eyni problem orada da var. Amma biz biraz geridə qaldıq nə bərədə, çünki o proseslər, hansı prosesləri, məsələn üçün, etnik gürcü icması keçdi, biz bu prosesləri hələ gənə keçməmişik, yoldayıq və biz məcbur olacağıq ki, tez keçək bu yolu. Bu tez keçmək də öz nəticəsini təbii ki, insanlarda bir dənə iz əyləyəcək. Çünki çox ağır bir prosesdir bu. Bu bir. İkincisi də çox adam fikirləşir, deyir ki, biz dilimizi itirərik. Mən deyim sana da, mən Azərbaycan icmasından gələndə heç Azərbaycan dilində danışmıyorum. Məktəbi rus dilində bitirmişəm, universiteti gürcü dilində bitirmişdim, Tiflisdə gördüm, Azərbaycan dilində də Tiflisdə yaşayan Azərbaycanlıları Google Translate ilə biz belə ad qoymuşduq da indi. Onda Google Translate yox idi, amma biz qarışıq danışırdıq da. Yavaş-yavaş bu proseslərə gəldik də. Bugünkü günəndə təbii Azərbaycan dilində bu barədə söhbət elədik. Bölgədə harda ki, Azərbaycan dili məktəbləri var, orada
bugünkü gün problemləri var da indi Tiflisdəki necə təbii ki, büdcədə məktəbdə bir dənə də sektor. Son olaraq icmanın sonunu, taleyini, gələcəyini necə görürsüz? Hal-hazırda ümumiyyətlə Gürcüstanda deyək ki, müəyyən qanunlar çıxdı. Qərb təşkilatları, Avropa İttifaqı çalışırdı ki, ümumiyyətlə Gürcüstanda insanlara dəstək olsun, kömək olsun, təhsil almaqlarında, ictimai-siyasi fəaliyyətin artırılmasında. Artıq bunlar yoxdur və icma özü bu proseslərdən necə çıxacaq? Təbii bir proseslərlə. Deyim sənə niyə təbii? Məsəl üçün, əslində Komukartildən ötürü ən az problem budur. Niyə? Çünki kənd qalmayıb haradan ki, məsəl üçün gənc və yaxud başqa adamlar kimisə də orada yoxdur. Xaricdə, Avropada. Məsəl üçün, 10-15 il bundan əvvəl kimsə desəydi ki, Komukartildə yaşayan Azərbaycanlıların nəsə faizi Avropaya gedəcəkdir. Mən məsəl üçün şəxsən çalışmışam çox ki, təhsil almaq üçün ya nəsə proqramlarla Azərbaycanlıları xaricə göndərəydim, amma belə maştabına da olacaqdı ki, məsəl üçün bizimkilər tez tapdılar da burada maraqlı. İşlə bağlı. İşlə bağlı. Bu bir, öz bağlantısını Azərbaycandan, Rusiyadan, ya başqa Sovet respublikalardan bu prioritetini dəyişdilər, getdilər xaricə. Avropadan. Çoxu getdi, gördü orada yaşayış. Çoxu ailəsi ilə barabar oraya keçdi. Yaşamaq. Çoxu geri qayıdacaq. Onu da başa düşdü, gördü orada. Şəxslə özün görür. Demirəm də, təbii bir prosesdir. Bizim millətdə var bu. Öz gözündən görməmiş, inanmır ki, heç kəs. Özü də əslində Azərbaycanlı deyəndə, onda heç inanmırlar ki, belə iş ola bilər. Başqa millət deyəndə gənə hərdən birdən qulaq asırlar, amma özününki deyəndə yox, olmaz. Gərək qulaq asma, gərək ki də özü görə bu işi, özü keçə bu yolları və getdilər də, gördülər də, başa düşdülər ki, orada sistemlə cərə quruldu. Orada həyat şəraiti insanların gündəlik kənddə yaşayanların şəraiti nətərə ola bilər. 21-ci əsrdə ən böyük agro regionda, hansı ki, kənd təsərrüfat produktunun hardasa 70%-ni Tiflisə gətirən regionda bugünkü günə ilə gənə seçkidə gəlib hakimiyyət deyir ki, mən sana sabah su çəkəcəm, hamımız bilirik ki, bu suyu gənə çəkməyəcəklər. Pandemiya da keçdikdə dedilər ki, pandemiya vaxtında da məcbur gərək insanlar elementar bir gigiyena deyil. Çünki su lazım idi, amma suyun problemini həll eləmədilər. Bu, Saudi Arabistanda olsaydı, gənə fikirləşərdim, deyərdim ki, gənə cəhənnəm hardasında bu suyun problemini həll elədilər. Gürcüstanda bu nədir problemi aktualdır, yoxmu? Biraz orada başqa şeylərdən başlaysam fikirləşmək ki, niyə bu insanların bugünkü gün problemləri var? Niyə ən böyük region idi, haradakı qeyri başqa millətə torpaq verildi? Çavaxididə də eyni problemlər var da, dövlət dilinə bağlanmalı. Bu insanlar orada öz siyasətini keçirə bildilər, öz maraqlarını yerinə yetişdirdilər. Amma biz bunu elə bilməyəndə, tamam, təbii ki, sən fikirləşirsən ki, başqa şeylər, su ilə bağlı sosial problemlərlə, siyasətdə, dövlət strukturunda niyə? Kimdir bizə bu proseslərdə nişat ediləndə, belə deyək, birinci özümüz, ikincisi başqa dövlət çalışır ki, güya sana dəstək olmaq istəyir, sana kömək eləmək istəyir, amma öz sisteminlə, öz marağınla, öz görüntünlə verilir, səndən heç məsləhətdə keçmir. Bu ikinci problem. Üçüncü odur ki, bizim millət heç fikirləşmirdi ki, onun gələcəyi bu dövlətlə bağlıdır. Bu dövlətdə yaşayacaqmı, yoxsa yoxmu? Çünki çoxunun mülkü var idi Azərbaycanda, yaxud başqa millətlərdə harada çalışırdılar. Heç fikrinə də gəlməz idi ki, məsəl üçün, sabah bir gün gözləyirdilər ki, mənim uşağım məktəbi bitirəcək, başqa dövlətə gedir. Bu proseslər 1+4 proqram onu göstərdi ki, Gürcüstanda yaşayan Azərbaycanlıların nəsə bu icmanın 30%, 40%, 50% fərqi yoxdur. Fikirləşir, deyir ki, mən buradan gedən deyəm, mən burada istəyirəm yaşamaq, mənim çoxlarım burada yetişəcək, amma dövlət buna hazır deyildi. Niyə? Çünki bunu görmürdü. Bunlar bilirdilər ki, həmişə Azərbaycan dili məktəbi bitirdi, çıxdı, getdi. Sayı azalırdı.
bu bir dənə bir proses idi, sistem idi, qoşmuşdular bunu ki, potensial miqrantlar yaradırdı dövlət. Amma bu prosesin qavadı bağlanandan sonra ki, bu insanlar burada qaldılar, universitetləri bitirdilər. Sağ olsun bunların ambisiyası olacaq ki, mən istəyirəm dövlət yaşayışında aktiv iştirak edeyim. Buna Gürcü icması da hazır deyildi. Və biz hələ bu proseslər başlananda onda bunlara başa salırdıq. Deyirdik ki, biz indidən gərək başlaq fikirləşmək ki, bu insanlar 6 il, məsəl üçün, bakalavriyyatı, magistraturu bitirəndən sonra sən bu insanları hara buraxırsan? Sən gəl, mənim yadımdadır, birinci patoku bitirən uşaqlar dedilər ki, müəllim dedi, sən yalandan mənim 6 ilimi bitirdim, məcburam yenə gedəm. Xaricə gedəcəm, Azərbaycana, xarici, nə deyirəm də, Avropa, onda xarici təzə bir şeydir də, sistemi idi ki, ora getmək. Dedi, Azərbaycan xaricdə deyildi, öz vətəninə gedən kimi idi. Ya Rusiyaya gedəcəkdi, ya başqa dövlətdən. Deyirdi ki, mən elə də gedəsi olasam, belədir. Niyə? Çünki sistem dəyişdirilmədisə də bu insanlar bu həyatda olmayacaqlar. Niyə biz çalışırdıq ki, məsəl üçün, xanım Sofiyanın küçəsi verilsin də Tiflisdə ki, sağ bilsin, Gürcü icması da başa düşsün ki, Gürcüstanda yaşayan Azərbaycanı. İndi Tiflisdə gəzəndə görürsən də ki, binaların üstündə mərmər belə şeylər var da, memoriallar var. Haradakı yazılır ki, bu binada kimsə də bu şəxs yaşayıbdır. Niyə? Baxanda görürük, o boyda Azərbaycanlı var idi, qazetin redaktorları idi, nə bilim, icmada belə aktiv insanlar var idi. Xaslım ki, bu memoriallarını qoyduq ki, dedi ki, sabah Gürcü icması görsün ki, bu insanlar bu dövlətdə nəsə edibdir. 21-ci əsrdə biz bu insanlara taxdıq. Ümumiyyətlə, bu cəmiyyəti nə formada çalışmalıyıq ki, cəmiyyət inkişaf etsin və deyək ki, bu stereotiplərdən xilas olsun? Dəyişikliklər və təhsil. Təhsil məcbur edəcək ki, dəyişikliklər olsun. Təkcə Azərbaycanlılarda yox, bizim ümumi Gürcüstanda. Çünki o proseslər, hansı proseslər ki, indi gedir, doğrudan da ki, 90-cı illərə geri qaytarmaqdır. Çıxır ki, bizim sirkin adı kimi qrup vurduq, gəldik eynisinə. Amma mən fikirləşirəm ki, bu böyük bir dəyişikliyin bir nəticəsi olacaqdır. Oldu. Çox sağ olun Zaur bəy. Təşəkkür edirəm. İcmanın rubrikasında iştirak etdiyiniz üçün və uğurlar arzu edirəm. Sağ olun.